Qaynar xəttimizə gələn növbəti şikayətin izinə düşüb, getdik Saatlı rayonun Nəsibikənd kəndinin problemlərini işıqlandırmağa. Kənd sakinləri ilk növbədə kənddə qazın olmadığını bildirdilər. 2020 söz verdilər, sonra 21 yenə də qaz çəkilmədi. Bizim balaca balonlardan istifadə edirik, istəsəz göstərə bilərik. Yəni maşında bu balonlardan istifadə edirik. Bu da 10 gün, 15 gün gedir. Bu da çox təhlükəli bir şeylərdir yəni. Amma məcburuq buna. Ancaq biz Bakının köhnə taxtalarını alıb öz yanacağımız üçün istifadə edirik. Bu da bizə çox maddi cəhətdən çox ziyanlıq verir. Mən 450 manatı mən fəhlə işləyirəm. Mən 450 manat Bakının köhnə taxtasına verincə mən ailə büdcəmi mən 400 manata bir neçə ay mən ailə tələbatımı ödəyərəm o pulla. Mən o sarıyandan çox əziyyət çəkirəm. Gördüyünüz bu qaz xətti. Məsələ ilə bağlı Azərqaz İstehsalat Birliyi ilə əlaqə saxladıq. Azərqaz İstehsalat Birliyi regionlarda qazlaşma prosesini maliyyə imkanlarından asılı olaraq mərhələli şəkildə həyata keçirir və Saatlı rayonunun Nəsibikənd kəndinin qazlaşması 2026-cı ilin qazlaşma planına daxil edilmişdir. Bu problemə aydınlıq gətirdik. Kəndin növbəti problemi isə poçtdur. Bir müddət əvvəl poçt məntəqəsi fəaliyyətdə olsa da sonradan bağlanıb. Bizim uşaqlar əsgərlikdədir. Ondan sonra ya pul kredit ödeyirik, ya deyək gərək rayona gedəcək. Rayona da gedib gəlməyə 10 manat yol pulu tutur. Biz gündə 10 manatı hardan eləyək? Xahiş edirik ki, bizim bu poçta açsınlar. Biz də kasıb adamıq. Bu ilə heç olmasa işimiz yola gedirdi. Bağlayıblar, heç nədən qalmışıq baxa-baxa. Buradan işıq pulu ödəyirdik. Müəyyən banklar kredit olanlar buradan ödəyirdi. Ümumiyyətlə cəmaata çox faydası var idi bu poçtun. Ödəmə terminalımız var, bir dənədir. O da bir də görsən ki, işləmir. Yəni sistem bağlanır, ya nəsə mağaza bağlı olur, işləmir. Biz məcburuq ki, daha uzaq bir kəndə gedək və yaxud da rayonun özünə gedək, o da yol xərci aparır. Vətəndaşların şikayətinə əsasən Azərpoçt MMC-yə müraciət etdik. Qeyd edilən poçt şöbələri 2023 və 2024-cü illərdə zərərlə işləyib, universal poçt xidmətlərinə tələbat olmadığına görə bağlanılıb. Sözügedən poçt şöbələrinin fəaliyyətinin dayandırılmasına baxmayaraq, əhaliyə bütün növ poçt maliyyə xidmətlərinin göstərilməsi yaxınlıqdakı Sarıcalar poçt şöbəsi tərəfindən həyata keçirilir. O da bildirildi ki, vətəndaşlar qeyri-poçt xidmətlərini yalnız poçt şöbələrində deyil, alternativ ödəmə məntəqələrində də həyata keçirə bilərlər.